Birinci suala baxırıq yoldaşlar. Birinci sualda bizdən soruşur ki, hansı cümlədə numerativ söz kəmiyyət fərqi yaratmayır? Kəmiyyət fərqi yaratmaq nə deməkdir? Dəqiq miqdarını bilməyəsən. Məsələn, bir qucaq odun, nə qədər odundur biz onu bilmirik. Bir dəstə çiçək, nə qədər çiçəkdir, yenə biz onu bilmirik. Burada deyirik ki, bir dəstə uşaq. Burada kəmiyyət fərqi yaradır. B variantında taxta evciyin cəmi 2 göz otağı var. Siz bilirsiniz ki, göz kəmiyyət fərqi yaratmır. Ona görə variantımız B-dir. C variantında bir qucaq kitab. Nə qədər kitabdır? 3 kitabdır, 5 kitabdır, 10 kitabdır. Biz onu bilmiriksə, deməli burada da yaradır. Çobanın qoltuğunda bir cüt quzu var idi. Başa düşürsən ki, bir deyirsən, amma bir cüt quzu deyəndə 2 dənə nəzərdə tutduğun üçün burada da kəmiyyət fərqi yaradır. Get ustanın yanına 2 cüt təkər. Cüt də bilirsiniz ki, kəmiyyət fərqi yaradana nümunədir. Ona görə götürdünüz B variantı. Bildiniz? Gəldik 2-yə baxırıq. Nümunənin hansı misrasında qeyri-müəyyən miqdar sayı işlənməmişdir? İnci tək sözlər seç. Az danış, az din. Azdan sonra feil gəlirsə, biz aza nə deyəcəyik? Zərf deyəcəyik. Deməli, birinci misrada yoxdur. Qoy az sözlərinə, azdan sonra isim gəldiyi üçün az burada saydı. Az söz yenə isim gəldiyi üçün saydı. Çox söz yenə isim gəldiyi üçün saydı. Deməli, yalnız birinci misra götürdük. Bu da olacaq D variantı. Gəldik, indi 3-ə baxırıq. Nümunələrə uyğun numerativ sözləri müəyyənləşdirin. Deyəcəksən ki, 5 top ipək, 5 top ipək, sonra deyəcək 10 litr süd, 2 nəfər minicir, 6 ədəd göydələn, 1 parça qənd, bir cüt əlcək. Deməli, top, litr, nəfər, ədəd, parça, cüt. Hansı variantdır? D variantı. Gəldik 4-ə baxırıq. Siz bilirsiniz ki, hansı növ sayılar, hansı sualına da cavab ola bilər? Sıra sayıları, bəli. Birinci sinif, hansı sinif? Sıra sayıları. 5-ə baxırıq. Beşdə bizə nə deyir? Verilmiş cümlələr əsasında müqayisə cədvəlindəki yanlış fikirləri müəyyənləşdirəcək. Deyir ki, qaraşın üzünə yaraşmayan xırdaca ağzı məsud uşaq təbəssümü ilə açılmışdı. Bizim sifətləri istədiyi üçün bilirik ki, qaraşın sifətdir, xırdaca sifətdir və məsud sifətdir. Biz amma yanlışı tapmalıyıq. Deyir, sifətin hər 3 dərəcəsinə aid nümunə işlənmişdir. Baxırsan ki, qaraşın azaltmadır, xırdaca çoxaltmadır, məsud da adi dərəcədədir. Deməli, bu doğru fikirdir. Rəng bildirən sifət vardır deyirsə, baxırıq ki, qaraşın burada rəng bildirən sifətdir. Doğru fikirdir. Qoca işçilərə yaxınlaşdıqda onların yorğun simaları fərəhli bir təbəssümlə işıqlandı. Qoca da sifətdir burada, yorğun da sifətdir, fərəhli də sifətdir. Deyir ki, həm isimdən, həm fiildən yaranan sifət var. Baxırsan ki, yormaqdan yorğun fiildən düzələn sifətdir. Həm də isimdən düzələn deyirsə, fərəh ismindən fərəhli düzəltdir. Bu da doğru fikirdir. Quruluşuna görə sadə olan sifət işlənmişdir deyirsə, quruluşuna görə sadə olan sifət birinci cümlədə sol sütunda qaraşın da var, xırda da var, məsud da var, sadə də bunlar. Burada da qoca var, sadədir. Bu səbəbdən 4 harda olmalıydı? Ortaqda olmalıdır, bu yanlışdır. Bütün sifətlər təyin vəzifəsindədir. Gəlin baxaq. Deyir ki, qaraşın üzünə yaraşmayan xırdaca ağzı məsud uşaq təbəssümü ilə açılmışdır. Hansı uşaq təbəssümü məsud, necə ağzı xırdaca, hansı üzünə qaraşın? Bu olar. Açılmışdır. Nə? Onun ağzı. Necə? Hansı ağzı xırdaca, xırdaca.
hansı qaraşın üzünə yaraşmayan. Burada siz baxırsınız ki, fiili sifət tərkibinin tərkibində də qaraşın. Burada da qoca işçilərə yaxınlaşdıqda onların yorğun simaları. Burada da baxırsan ki, onların yorğun simaları üçüncü növ təyini söz birləşməsidir. Yorğun üçüncü növ təyini söz birləşməsinin ortasına daxil olur. Deməli, biz onu parçalayıb müstəqil təyin edə bilmərik axı. Ona görə bütün sifətlər təyin vəzifəsindədir, yanlışdır. Mürəkkəb sifət işlənməmişdir deyirsə, bu isə doğru fikirdir. Birincidə qaraşın, xırdaca, məsud, sadə. İkincidə qoca, sadə, yorğun düzəltmə, fərəhli düzəltmədir. Bu isə doğru fikirdir. Deməli, bizdən də yanlış fikir istədiyi üçün götürəcəyik 4, bir də 5. 4, bir də 5. Yəni, variant olaraq D variant. Gəldi, indi 6-ya baxırıq. Yenə bir cədvəl testidir. Deyir ki, cədvəldəki uyğun fikirləri müəyyənləşdirin. Sifətin yalnız adi dərəcəsinə aid nümunə işlənmişdir. Sifətin hər üç dərəcəsinə aid nümunə işlənmişdir. Sifətin yalnız adi dərəcəsini istəyirsə, bu susqun qızdan eşitdiyim qətiyyətli sözlər məni tərcümləndirdi. Burada başa düşürsən ki, susqun hansı dərəcədədir? Adi dərəcədədir. Qətiyyətli sözlər adi dərəcədədir. Bir, deməli, sifətin yalnız adi dərəcəsidir. Bu, iynə də köhnədir, adidir. Sarımtıl azaltmadır. Qabaqlar nənəmin yaxasında görmüşəm. Deməm, burada isə biri adidir, biri azaltmadır. İndi gəldik, sifətin hər üç dərəcəsinə aid nümunə işlənmişdir deyirsə, baxırıq, çox səliqəli çoxaltma dərəcəsidir. Alçaq hasarı adi dərəcədədir. Olan həyətin darvazası önündə bəzi sarışın azaltmadır. Bizdən də hər üç dərəcə istədiyi üçün buradan da 3'ü götürdük. O kağızı açdıkça nazik dodaqlarında xəfif bir təbəssüm oynayırdı. Nazik burada adi dərəcədədir. Xəfif adi dərəcədədir. 4'ü götürmədik. Deməli, sağ sütundan biz götürdük 3'ü. Sol sütundan da götürdük 1'i. Deməli, variantımız olacaq 1-3. Yəni, A variantı. Gəldi, indi 7'yə baxırıq. Hansı cümlədə təyin əvəzi işlənməmişdir? Sən bilirsən ki, təyin əvəzilərin hansılardır? Hər, bütün, filan, öz, eyni cümlə. Baxırıq burada, öz təyin əvəzi var. B variantında bütün var. C'də hər var. Y variantında bütün var. Ama D variantı bizim variantımız yoldaşlar. Niye? Çünkü hər kəs qeyri-müəyyəndir. Bu da işarət. Demə, variant olacaq? D variant. 8'ə baxırıq. Təyin əvəzilərlə bağlı yanlış fikir istəyir səndən. Deyir ki, hər bütün əvəziləri hallanmır, düzdür. Cümlədə işarə əvəziləri və təyin əvəziləri bilirsiniz ki, əsasən təyin olur, düzdür. Öz əvəzi bütün şəxslər üzrə mənsubiyyə şəkilsini qəbul edərək substantivləşə bilir. Deyirsən ki, özüm, özün, özü, özümüz, özünüz, özləri. Deməli, bu doğru fikirdir. Öz təyin əvəzi, digər təyin əvəzilərdə olduğu kimi özündən sonraki sözün mənsubiyyə şəkilsi ilə işlənməsini tələb edir. Bu yanlışdır. Siz bilirsiniz ki, təyin əvəzilərinin içərisində öz əvəzi idi ki, özündən sonraki sözü mütləq nədə tələb edəcək? Mənsubiyyə şəkilçili tələb edir. Demək, variantını deyilim. Y'yə baxırıq. Əşyanı ümumi şəkildə müəyyən etmək üçün işlədilən əvəzilər, təyin əvəziləri düz. Demək, variantın oldu D variantı. 9'a baxırıq. Əvəziyin məna növü istəyir bizdən. Ey sözündən əmin, özündən razı. Özündən nə əvəzidir? Təyin əvəzidir. Yalanı söylədin kimin adından? Bu da sual əvəzidir. Deməli, təyini və sual variantı olacaq C variantı. Ona baxırıq. Verilmiş nümunədə əvəzliklər haqqında yanlış fikir istəyir. Sənə halal olsun hər əməyimiz. Sənə hər. Yoxdur səndən şəxsi əvəzi bir köməyimiz. Deyir ki,
Birinci misrada ismi əvəz etmiş əvəzi işlənir. Siz bilirsiniz ki, şəxs əvəzlikləri nəyə əvəz eləyəcək? İsmi əvəz eləyəcək. Bu doğru fikirdir. Bizdən yanlış istəyir. İkinci misrada əvəzliklərdən biri sifəti əvəz etmişdir. İkinci misradakı əvəzliklərdən biri deyəndə olsa burada bir dənə əvəzlik var. Sən. Bu da nəyə əvəz edib yoldaşlar? İsmi əvəz edib. Yanlış variantdır. Nümunədə iki şəxs əvəzi işlənir. Birinci misrada sən, ikinci misrada sən. Doğrudur. Nümunədəki əvəzliklərdən yalnız ikisi ismi əvəz eləmişdir deyirsə, sən və səndən düzdür. Birinci misradakı əvəzliklərdən biri sifət əvəz edib, həm təyin əvəzi sifət əvəz edib, doğru. Deməli, variantımız oldu. 11 gəlməlidir, hə? Deməli, indi baxırıq 11-ə. Sifətin quruluşca hər üç növünə aid nümunə var deyirsən. Bu mehriban, sadə, dilsiz, ağızsız, mürəkkəb, bu mehriban, dilsiz, ağızsız heyvanların onun qayğısına ehtiyacı var idi. Sadə və mürəkkəb var, amma bizdən nə istəyir? Hər üç quruluşca növün sadə, düzəltmə, mürəkkəb olmalıdır. Bunu götürmürsən. O uçsuz, bucaqsız, mürəkkəb, silsiləli düzəltmə, uca da sadə. İkini buradan götürdük. Sifətin quruluşca yalnız iki növünə aid nümunə var. İndi bu doğma, əziz insanlar, başqa yerə köçəcəklər. Doğma olacaq düzəltmə, əziz insan olacaq sadə. Yəni bir sadə, bir düzəltmə, başqa yerdəki başqa da oldu sadə. Üçü buradan götürdük. Bugün kəndin sabahı həmişəkindən daha fərəhli idi. Həmişəki, başa düşürsən ki, zərfin üstünə ki əlavə edəndə nə oldu? Sifət və düzəltmə. Sonra fərəhin də üzərinə l əlavə edin, burada düzəltmə. Burada yalnız bir növ var deyə səhvdir. Deməli, sağ sütundan 3'ü götürürük, sol sütundan 2'ni götürürük. Nəticədə variantımız olacaq D variantı. Gəlin də 12'ye baxırıq. Deyir ki, verilmiş cümlədəki sifətlərlə bağlı doğru fikirləri müəyyən edin. Artıq dağların yastı döşlərində, enişli yamaclarında sarı sümbül zəmləri xısın-xısın xışıldayaraq dalğalanır. Qürub edən günəşin al şəfəqləri altında qızıl kimi parıldayırdı. Deməli, indi burada nə tapacaq doğru fikirləri? Öncə baxırıq sifətlərimiz hansıdır? Yastı, enişli, sarı, xısın-xısın zərfdir, özünə sonra fil gəlib, dalğalanır. Qürub edən günəşin al şəfəqləri altında qızıl kimi parıldayır. Qızıl nədir burada? İsimdir. İndi bizdən nə istəyir? Doğru fikirlər istəyir. Bir dənə skrin eləyənlər üçün variantları göstəreyim. Əslində bayaqdan bağlayıram. Deməli, indi baxırıq. Sifətin quruluşca hər üç növünə aid nümunə var. Başa düşürsən ki, yastı, sadə, enişli, düzəltmə, bir də mürəkkəb varmı yoldaşlar? Xeyr. Sifətlərin hamısı adi dərəcədədir. Yastı, enişli, sarı, al, düzdür. Bütün sifətlər müstəqil cümlə üzvüdür, yoldaşlar. Sən bilirsən ki, üçüncü növ təyini söz birləşməsinin ortasına daxil olan, üçüncü növün ortasına daxil olan söz müstəqil cümlə üzvü ola bilməz. Bu yanlışdır bütün sözünə görə. Qoşma ilə işlənmiş sifət cümlədə təyindir. Qoşma ilə işlənmiş qızıl kimliyi nəzərdə tutur. Qızıl ümumiyyətlə isimdir, sifət deyil deyə yanlışdır. Düzəltmə sifət isimdən yaranmışdır. Düzəltmə sifətimiz hansıdır? Enişli. Sən bilirsən ki, enməkdən eniş ismi yaranıb, eniş ismindən də enişi yaranıb. Yəni düzəltmə sifət isimdən yaranıb deyirsə, l şəkilsi isimdən sifət yaratdığı üçün doğrudur. Mənə nə istəyirdi? Doğruları. Deməli, doğruları hara qoymuşuq? 2'yə, bir də 5'ə, hə? Oldu Y variantı. Gəldik, 13'ə baxırıq. Nöqtələrin yerinə uyğun gələn əvəzliklərin düzgün ardıcıllığını müəyyənləşdirin deyirsən sən. Deyirsən ki, hamı, hər kəs də ola bilər. İndi variantda xatir bilmirəm hansı yazdım. Amma hamı da ola bilər, hər kəs də ola bilər. Hamı vətən qarşısında öz borcunu verməlidir, deyəcək. Bu sualın cavabını heç kim bilmirdi, kimsə bilmirdi. Qapının ağzında kimsə dayanmışdı.
Deməli, başa düşdük ki, hamı öz, bu, heç kim, kimsə. Hansı variantdır? A variantı. Tamam. Gəldi indi 14-ə baxırıq. Biri əvəzlikdir. Sən bilirsən ki, heç kəs nə əvəzlidir? Qeyri-müəyyən. Biri nə əvəzlidir? Qeyri-müəyyən. Kimsə yenə qeyri-müəyyən. Bəziləri yenə qeyri-müəyyən. Amma bir sıra nədir? Say. Sayın hansı növüdür? Qeyri-müəyyən miqdar sayıdır da yoluşa. Qeyri-müəyyən miqdar sayıdır. Bəli. İndi gəldik 15-ə baxırıq. Nöqtələrin yerinə uyğun gələn ifadə. Burada əsas mövzu nədir? İşin sirri nədir uşaqlar? O'dan sonra nə atıblar? Virgül. O'dan sonra virgül olduğu üçün daha bağlayıcıdır. Daha gəlində virgül olmaz. Sual əvəzliyi gələndə olmaz. O yer hansı sualına cavab verəndə olmaz. Fiil gələndə olmaz. Deməli başa düşürsən ki, o buradadır. Özündən sonra zərf gəlirsə, virgülün işləməsi doğrudur. Olur B variantı. Gəldiğinde 16'ya. Virgül düzgün qoyulmuşdur deyirsə, deyirsən ki, o kitab oxuyurdu. Doğrudur. Nailə o vaxtdan, hansı vaxtdan? Səhvdir, olmaz. O əhvalatı mən eşitmişəm, hansı əhvalatı olmaz. Nə yaxşı da, nə ədah da olmaz. O bir otaq hansı otaq olmaz. Deməli, doğru variantı A variantı. 17. O əvəzindən sonra virgül qoyula bilər. Virgül qoyula bilər demişdik nədir? Virgül ola da bilər, olmaya da bilər deməkdir. Başa düşürük ki, olacaq o. Kim o? Tutaq ki, Yusif dərnəyin üzvüdür. Bir də var, Riyaziyyat dərnəyi var, Fizika dərnəyi var, Ədəbiyyat dərnəyi var. Deyirsən ki, o dərnəyin hansı dərnəyi? Bunu biz iki cür düşünürük. O bilən iki cür düşünə bilməyəcəksə, çünki özündən sonra fiil gəlir, özündən sonra əvəzlik gəlir. O bina bu il istifadə verir. Burada məcbursan ki, hansı bina deyəsən, olmayacaq. O məktəbin binası, burada da hansı məktəb bildiğin üçün iki cür düşünə bilməyəcəyik. Gəldik 18'ə. O əvəzdən sonra virgül ola da bilər, olmaya da bilər. Yenə deyirsən ki, Yusif binanın qabağında dayandı. Kim o? Bir də var deyirsən ki, neçə dənə bina var? Qırmızı, yaşıl görənginə. Deyirsən ki, o binanın, hansı binanın? Götürəcəyik C variantı. O büllur çeşməsindən hansı? O uda bilməz. A plus bilmək mürəkkəb feili daxil olmaz. O mənalı dərin baxışlar. Hansı baxışlar? Dərin baxışlar, mənalı baxışlar, o baxışlar olmaz. Dayandı feili iki cür düşünə bilirik. Ona görə variantımız C variantıdır. Gəldik indi 19'a baxırıq. O əvəzdən sonra virgül qoyula da bilər, qoyulmaya da bilər deyirsə, yəni yenə də iki cür düşün. Biri var deyirsən ki, o nağılı çox maraqla danışardı. Yusif nağılı maraqla danışardı. Bir də var o nağılı. Tutaq ki, Məlik Məmmədin nağılını. Bu əvəzlik gəlib olmaz. O yenə də yem gətirmək üçün yuvasından aralandı. Burada məcbursan ki, virgül olsun. Çünki bu yenə nədir? Zərfdir. Deyəsən, virgül qoyulmaya da bilər səhvdir. Çünki deyəsən moda olduğu üçün məcburdur ki, virgül qoyulsun. Burada ümumiyyətlə virgül olmayacaq çünki əvəzlidir. Ona görə variantın olacaq Y variantı. Ev yox, düzəldərik sonda. Gəldik 20'yə baxırıq. Hansı cümlədə o əvəzdən sonra mütləq virgül qoyulmalıdır deyirsə, uşaqlar, mütləq virgül qoyulmalıdır nə demək? Yəni virgül qoyula da bilər, qoyulmaya da bilər fikrini burada çıxacaq artıq. Deyirsən ki, o gəmi dənizin o biri sahilinə tərəf üzübdür. Burada ümumiyyətlə virgül olmaz. Nəhayət nədir burada? Modal söz. Modal söz gələndə məcbur hər iki tərəfindən virgül qoyulduğuna görə burada virgül qoyulması vacib olacaq deyə variantım B'dir. Qalxıb feildir, virgül olmaz. O kitabı Turana verən kimi qaçıb getdi. Virgül ola da bilər. Virgül ola da bilər. Olmaya da bilər. Bunu o şərtə yazacaqsınız. Olmaya da bilər. Niyə görə o şərtə yazırıq yoldaşlar? Çünki biri var o kitabı, hansı kitabı? Riyaziyyat kitabını Turana verib gelib. Başa düşdük. O məktəbin həyətinə addım-addım dolaşdı. Yenə də burada deyirsən Yusif məktəbin həyətinə addım-addım dolaşdı. Bir də var deyirsən ki, o məktəbin. Falan məktəbin. Başa düşdük. İki cür düşündük deyə götürməli. Virgül qoymalı o demək ki, vacibdir, məcburdur. Gəldi 21'ə baxırıq. Diqqətli oluruq.
Harda əcdadımın ayaq izi var, bu zəfər bayrağı orada dikəlsin. Keçdiyi yerlərdə dağlar yamaçlar, onun hüzuruna salama gəlsin. Bizə nə istəyir? Nümunə ilə bağlı olan doğru fikirlər. İndi baxırıq burada, harda olacaq sual əvəzi, bu olacaq işarə əvəzi, sonra onun olacaq şəxs əvəzi. Başqa qaldı mı? Xeyr məncə. Ardıcıl olaraq sual işarə şəxs düzdür. İşarə əvəzi sifəti əvəz edib. Bu zəfər bayrağı hansı zəfər bayrağı? Bu da düzdür. Əvəzin iki müxtəlif məna növü işlənib deyirsə, sual, işarə, şərt. Üç müxtəlif məna növüdür. Əvəzliklərdən biri quruluşca düzəltmədir deyirsə, harda sadə, bu sadə, onun sadədir. Şəxs əvəzi yəlik haldadır. Onun hüzuruna. Bu hansı haldadır? Yəlik haldadır. Bu da düz. Deməli, variant 1, 2, 5. A variant. Gəldi indi 22-yə baxırıq. 22-də səndən nə soruşur? Yalnız ismi əvəz eləsin, həm ismi, həm sifəti əvəz eləsin. Yalnız ismi əvəz etsin deyəndə, onun iri gözlərindəki kədər məndə təəssüf, qarışıq bir duyğu oyatdı. Onun şəxsi əvəzidir, mən də şəxsi əvəzidir. Siz bilirsiniz ki, bütün şəxsi əvəziləri hansı hissəsini əvəz edir? İsmi, yalnız ismi əvəz edir deyirsə götürürsünüz. Sanki öz gücünü, öz nədir burada? Təyini. Kiməsə qeyri-müəyyən. Amma təyin əvəzi nəyə əvəz edib? Sifəti götürmürsən. Həm ismi, həm sifəti əvəz edib deyirsən. Baxırıq yoldaşlar. Həm ismi, həm sifəti əvəz edib deyirsə, maraq və intizar mənim bütün duyğularımı bürüdü deyirsə, burada mən şəxs əvəz edib ismi, bütün təyin əvəz edib, sifət əvəz edib. Bunu da götürdük. Onlar şəxs əvəz edib. Bütün təyin əvəzini, sifət əvəzini götürürsəm, mən şəxs əvəziydim, heç kim qeyri-müəyyən deyib şəxs yazıram. Deməli, qeyri-müəyyən əvəzlikdir, ikisi də isim əvəzlidir. Deməli, sol sütundan 1, sağ sütundan 3-4 götürürük. Variant C. İndi gəldik 23-ə baxırıq. Hansı azaltma dərəcəsində olan sifət deyil yoldaşlar? Siz bilirsiniz ki, alaçı sintaktik üsul, göytəhər sintaktik üsulla, kəlşirin sintaktik üsul, gödərək də morfoloji üsulla yaranan azaltma dərəcəsidir. Açıq aydın və açıq aşkarı biz adi dərəcə götürürük. Azaltma dərəcəsi deyil deyə. Variant olur C variantı. Gəldik 24-ə. Tün sözü hansı sözdən əvvəl işlənərsə, ondan sonra defis işarəsi qoyular və çoxma dərəcəsi əmələ gətirir. Tündən sonra nə olmalıdır ki, biz ona dərəcə deyək? Tün xasiyyəti desək, bu bitişik yazılacaq və adi dərəcə olacaq. Tün çay desək, yenə adi olacaq. Sonra tün rəng desək, yenə adi dərəcə olacaq. Tün məcaz insan, yəni qaraqabaq anlamında desən, özünün sonraki isim olduğu üçün mürəkkəb sifətli və adi dərəcədədir. Amma tün yaşıl desən, özündən sonra rəng gəldiyi üçün biz buna deyəcəyik çoxma dərəcəsində olan sifət. Bildiniz bunu? Gəldik 25-ə baxırıq. Çoxma dərəcəsindədir və düzgün yazılmışdır. Tün yaşıl çoxaltmadır, amma defisli. Ağımtılı azaltmadır. Dümağ düzgün yazılıb. Ən gözəl ayrı yazılmalıdır, defisiz olmalıdır. Göm-göydəki bitişik yazılmalıdır, bu da səhv. Ona görə variantı oldu, B variantı. 26-ya baxırıq. Deməli, 26-da sizə nə istəyir? Mücərrət mənalı düzəltmə isimləri istəyir. Mücərrət mənalı düzəltmə isimdir. Sənə demişdim ki, nə qədər yer bildirən isim varsa konkretdir. Arxalıq nədir? Əşyadır da istifadə edirsən. Deməli, bu konkretdir. Çalışqan ümumiyyətlə sifətdir, bizdən isim istəyir. Yuxulu da ümumiyyətlə sifətdir, çıxırsan. Amma qocalıq və doğmalıq nədir? Nə qocalıq, nə doğmalıq, mücərrət anlamlı isimlərdir. Variant A. Gəlir indi 27. 27-ci testə baxırıq. Mövqeyindən asılı olaraq hansı isimləri müxtəlif cür kök və şəkilçiyə bölmək olar? Süpürgəni. 2 dəfə yazdım. Baxın, biri var deyirsən ki, süpürmək feilindən süpürgə yaratdın. Biri var deyirsən ki, süpürgəni mənə ver. Təhsili hal şəkilsi kimi kök qrammatikdir. Bir də var deyirəm ki, sənin süpürgəni götürdüm. Sənin süpürgən mənsubiyyət
7 olsun təhsil al. Yəni bu variantda kök leksik qrammatik, bu variantda kök leksik qrammatik qrammatikdir. Məsələn, gəldik döşəkçənə. Döşəkçənə. Biri var deyirsən ki, döşəməkdən döşək, döşəkdən döşəkçə. Döşəkçəni bir əyləşim desən, bu təsiri hal qrammatikdir. Bir də var deyirsən ki, sənin döşəkçəni aldım. Sənin döşəkçən qrammatik mənsubiyyət, bu da olacaq təsiri hal. Bir də eyni kitabçanı. Deyirsən ki, sınavda kitabçanı gec gətirdilər. Burada təsiri hal kimi qrammatikdir. Sənin kitabçan orijinaldır desən, bu mənsubiyyətdir, bu da təsiri hal. Yəni nəticədə süpürgəni, döşəkçəni, bir də kitabçanı biz iki cür düşündük, iki cür təhlil elədik. Ona görə variantın yeri. O biləni düşünə bilməzsən. Çünki dəyirmanı, onun dəyirmanı da desən, mənsubiyyət də desən kök qrammatikdir. Təsiri hal kimi də qrammatikdir. Bağbanı deyəndə də bağbanı gördüm. Bir də onun bağbanı, evin bağbanı desə yenə qrammatikdir. Amma burada gördüyünüz kimi iki cür düşündüyünüz üçün variant 2, 4, 5. Gəldi 28. Təsiri halı sözə başlayır deyirsə, ağıl ağıldan üstündə hansı haldadır ağıl? Adlı haldadır. Çay yatağı keçilməz olmuşdur. Çayın yatağı, bu yiyəlikdir. Yer axtardı. Həmişə demişik ki, təsiri al nə istəyir? Təsiri al mütləq təsirli fe'l istəyəcək yoldaşlar. Axtarırdı. Nəyi axtarırmış? O yeri, bu yeri axtarırmış. Deməli, bu təsiri haldadır. Meydan adam əlindən qaynayırdı. Bu adlı haldadır. Kənd əhalisi də qeyri-müəyyən yiyəlikdir. Kəndin əhalisidir. Bunu çıxırıq. Deməli, variantımız C olur. 29'a baxırıq, danışırıq. Çoxalma dərəcəsinin içində sifət istəyirsə, yenə də o gözəl oxurdu. Biz demişdik ki, gözəldən sonra fe'l gəlirsə bu zərfdir. Bu sadəcə ədatdır. Yəni çoxalma dərəcəsi deyil. Çox əzilmişlər. Özündən sonra fe'l gəlirsə bu sadəcə zərfdir. Ən maraqlı kitab, maraqlı sifətdir, ən də ədatdır, deməli çoxalmadır. Almaları seçərək qırmızılarını sadəcə olaraq bu adi dərəcədə olan sifətdir. İgid adi dərəcədə olan sifətdir. Bu səbəbdən variantı olacaq C variantı. Gəldik 30'a baxırıq. Hansı cümlədə qeyri-müəyyən əvəzi, mənsubiyyət və hal şəkilsi qəbul etmişdir deyirsə. Baxırıq burada da hamının qeyri-müəyyən əvəzi deyirsə, yalnız təsirlikdir. Onun bəzisi, burada yalnız mənsubiyyətdir. Hansı sual əvəzidir? Sizin hərəniz yalnız mənsubiyyətdir. Amma baxın, hamı kök, hamısı mənsubiyyət, hamısını haldır. Deməli, variantımız olacaq Y variantı. O biri qruplarda 100% var. 100% nəticə yazan var. Məncə Cəfalı Nazən 100% yazıb. 29-1 yazan yoldaşlarımız da var idi. Sizin qrupda ən yüksək nəticə kimdir? Deməli, cüt 16'da Şükürlü Günel neçə yazıb? 28. Bir də Muradlı Əsna neçə yazıb? 28. Afərin hər ikisinə. Digər qruplarda da səhv eləmirəmsə Nazənin 30-0 yazıb. Rəna Dəmirçi də məncə 29-1 yazıb.